Salam dəyərli izləyicilər. Demək 2007-ci ildə 11-ci sinfi bitirən kimi mən yoldaşımla 11-ci sinfi daha önce bitirməmişim, yoldaşımla tanış oldum. Bazarda işləyirdim, tanış oldum. Yoldaşımın da 13 yaşı vardı. Mən nişanlandım. Biz 5 il nişanlı qalmalı oldu. Çünki mənim əsgərliyim vardı. Əsgərlik etdim. Əsgərlikdə olduğum müddətdə mənim yoldaşım, mən ondan ayrılıb əsgərlik edəndə hansı köynəkdə mən ondan sağollaşmışdımsa, Obska gələndə o həmin köynəyi başqa köynəyi ilə dəyişirdi. Məni çox sevirdi, belə deyək. Mənim çox ağır günlərim oldu, çox ağırlı günlərdən keçdi. Mən gələndən sonra anam xəstələndi və anam üçün həkim xərçəng xəstəliyinə tutulub dedi, öləcəyim dedi. Mən məcbur tez toy eləməli oldum. Tez, yəni 5 ildir artıq biz gözləyirdik, imkan olmadığından. Ev tikmək istəyirdim, ev tikmək icazə verilmirdi. Nəysə, çox problemlərlə üzləşirdik. Məcbur ona görə 5 il nişanlı qalmalı olmuşdu. Sonra belə oldu ki, anamın xəstəliyini eşidəndən sonra mən bir qonaqlıq, yığıncaq təşkil elədim. Biz ailə qurduq. Ailə qurduğumuz müddətcə çox əziyyətli günlərimiz oldu, hədsiz. Anam xəstə oldu, Allah hər kəsin xəstələrinə şifa versin. Çox xəstə düşdü anam, çox. Yoldaşım məndən bütün çətinliklərdən keçdi, heç vaxt məni tək qoymadı. Və bizim bir qızımız oldu, Rabia. Rabia'nın 1 yaşında mən anamı itirdim. Arxası çox getmədi, 2 ildən sonra nənəm xəstələndi və mənim yoldaşım Əminə yenə mənim yanımda oldu. Yenə mənə dəstək oldu, həmdəm oldu. Və 2016-cı ildə də nənəmi itirdim. 2016-da nənəmi itirəndən sonra da biz başladıq üstündən 1 il keçəndən sonra özümüzə gəlməyə, ailə kimi olmağa, axır biz də varıq deyə düşünüb ailəmə sarıldım, ailəm mənə sarıldı. Bir-birimizə tutundu. Bizim 2 dənə qızımız vardı, Rabia ilə Məryəm. Sonra yoldaşım təkrar uşaq oldu, uşaq qaldı, belə deyək. Əsnatım, balaca qızım gəldi dünyaya. Bizim çox gözəl günlərimiz keçirdi evlatlarımızla. Bir balaca dünyamız var